ولقد خلقنا السماوات والأرض بينهما في ستة أيام وما مسنا من لغوب. بسم الله الرحمن الرحيم. اللهم صل على Muhammed ve Ali Muhammed ve accil ferəcəhum. Salam əziz izləyicilər, növbəti canlıda hər birinizi xoş gördük. Bugün 13 may 2026-cı il. Dünyanın diqqəti Pekindədir. Belə ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın 2 günlük səfəri başlayıb. Artıq medianın yaydığı məlumatlara görə Donald Trump Pekindədir. Düzdür, bəzi dairələr, bəzi media orqanları Trump'ın Pekində elə isti qarşılanmadığını da qeyd edirlər. Amma hər halda bu görüşdən xüsusən ABŞ-ın böyük gözləntiləri var. Biz bu qarşıdakı dəqiqələrdə bu görüşlə bağlı bir çox məqamlara toxunacağıq və eyni zamanda bu günlər dünyanın gözü Pekində olsa da əsas müzakirə mövzusu Pekin-Vaşinqton münasibətləri və yaxud da Trump'ın Pekin səfəri olsa da yenə də bu mövzu İran məsələləri üzərindən, İrana qarşı işğalçı müharibə üzərindən təhlil edilir və bu gün ərzində mən demək olar ki, medianı izləyəndə Pekin görüşünü əsasən İran müstəvisində şərh edirdilər və bu da onu göstərir ki, bugün həqiqətən İran dünyanın mərkəzinə çevrilib və bizim əsas deyəcəyimiz sözlər də ondan ibarətdir ki, deməli, dünyanın idarəçilik sistemində dəyişiklik baş verir və bu sistemin əsas nüvəsi İran olacaq. Biz bunu biraz da obrazda desək, super güc yeni sistem, yeni dəyişilmiş sistemdə super güc İran olacaq. Bu barədə biz əvvəllər danışmışıq, təşkilatçılığa yol vermirik. Sadəcə bugünkü görüşündə, yəni Pekin görüşünündə demək olar ki, üzr istəyirəm, Pekin görüşünündə demək olar ki, mahiyyətini biz araşdıranda bu iddiamızın nə qədər doğru olduğu üzə çıxır. Əziz izləyicilər, biz bu mövzuları müzakirə etməzdən əvvəl sizdən həmişəki kimi və daha doğrusu YouTube'un qaydalarını diqqətinizə çatdırmaq istəyirik. Həmişəki kimi sizdən xahiş edirik. Canlını bəyənin, paylaşın və əgər bu vaxta qədər Cavid Cabbarlı YouTube kanalına abunə olmamışsınızsa, tələsin Cavid Cabbarlı YouTube kanalına abunə olun ki, bizim canlılarımız, bizim videolarımız, bizim təhlillərimiz sizin üçün anında əl çatan olsun. Beləliklə biz bugünkü mövzunun müzakirəsinə başlayırıq. Mənim diqqətimi çəkən ilk mövzu deməli Trump'ın Pekin səfəri oldu. Bu onu da qeyd edeyim ki, normalda bu Trump'ın Pekin səfəri öncədən planlaşdırılmışdı. Hətta cari ilin, bu ilin mart ayı üçün nəzərdə tutulmuş bir səfər idi. 28 fevral tarixindən son tarixində başlayan bu işğalçı müharibə Trump'ın Pekin səfərini biraz
geri attı və nəhayət 13-15 may tarixində bu baş tutacaq. Trumpın deməli Çin tərəfindən o qədər də arzu olunan qonaq olmadığı məlumdur və burada artıq deməli bəzi dediyim kimi bəzi qurumlar, bəzi media qurumları Trumpın Çində isti qarşılanmadığı ilə bağlı məlumatlar yazırlar. Çin prezidentinin onu qarşılamaqdan imtina etdiyini və vitse-prezidentin Trump'ı qarşılaması və eyni zamanda deməli ABŞ-ın Çindəki və Çinin də ABŞ-dakı səfirlərinin müşayiəti ilə ancaq bu səviyyədə bir qarşılanma olur. Siyasi dillə biz bunu izah etmiş olsaq, əlbəttə ki, bu Trump üçün utanc verici bir haldır və demək olar ki, məhz elə bu faktlara əsaslanaraq Trump'ın Çində arzu olunmaz biri olduğu ortadadır. Və burada əlbəttə ki, mən dediyim kimi Trump'ın Çin səfəri deməli əsasən İran mövzusu üzərindən müzakirə edilir. Bunun məsələnin siyasi tərəfidir. Amma biz ABŞ-ın Çinə gedən deməli nümayəndə heyətinin tərkibinə baxanda görürük ki, burada təkcə bu siyasi məsələlər deyil, burada əsasən iqtisadi məsələlər daha çox müzakirə olunacaq və görünür Trump'ın ABŞ-ın və Trump administrasiyasının Çindən siyasi məsələlərdən daha çox iqtisadi məsələlərə ümidi var və ABŞ-da və yaxud da deyə bilək dünyada tanınmış böyük şirkətlərin rəhbərləri Çinə səfər edib Trumpla birlikdə. Çünki biz onu da bilirik ki, bu dövrdə, yəni bu günlərdə və ya bu illərdə ABŞ iqtisadiyyatının böyük həcmi Çindən asılıdır. Ona görə də deməli biz bu mövzunu İran müharibəsinin ərəfəsində daha çox siyasi təhlillər aparılır. Amma Trump'ın Çinə iqtisadi məsələlərdə uduzmasını da biz diqqətdən qaçırmamalıyıq. Baxın, deməli, Trump'ın getdiyi nümayəndə heyətinin tərkibinə, orada məsələ biraz aydınlaşacaq, biraz məsələ məlum olacaq. Bu əslində mən düşünürəm ki, Trump bu səfərdən sonra Trump, daha doğrusu ABŞ Çinə iqtisadi baxımdan nə qədər uduzduğunu biz görmüş olacağıq açıq şəkildə. Əziz izləyicilər, burada bir çox məsələlər var və mən öncədən deməli həm də sizdən soruşmaq istəyirəm ki, səs necədir, mənim səsim gəlirmi? Bunu mən sizdən dəqiqləşdirmək istəyirəm. Zəhmət olmasa bunu deyin. Görüntünü də eyni zamanda mənə çatdırar ki, görüntü necədir? Məncə mən görüntü elə də yaxşı deyil. Ola bilsin ki, internet yenə də zəifdir və biz görüntüdə problem yaşayırıq. Həm görüntü, həm səslə bağlı zəhmət olmasa bir şeylər yazın. Əzizlər, deməli, mən izləyiciləri, canlıda olan izləyiciləri səmimi qəlbdən salamlayıram. Hər birinə sayğı göstərirəm, hörmətimi, sayğımı bildirirəm. Və bizim daimi sədaqətli izləyicilərimizdən biri Mədinə xanım soyadını unuttum, Kərimli, bəli. Mədinə xanım Kərimli olduqca maraqlı və Azərbaycan cəmiyyətini düşündürən və narahat edən bəzi hallarda bir sual ünvanlayır. Bu sual əlbəttə ki, deməli, Fələstinlə bağlıdır. Fələstin, çünki Azərbaycanda belə bir deməli,
təbliğat aparılır ki, biz İsrail-Fələstin münaqişəsində İsrailin tərəfində olmalıyıq. Bunu səbəb kimi əsaslandırırlar. Yeganə bir dənə əsas səbəb göstərirlər. O da əlbəttə ki, saxta səbəbdir, heç bir əsası olmayan bir səbəbdir. O da ancaq bundan ibarətdir ki, bəs Fələstin güya Ermənistanı dəstəkləyir. Biz də ona görə Ermənistan və Azərbaycan münasibətlərində Fələstin Ermənistanı müdafiə etdiyinə, dəstəklədiyinə görə biz də Fələstin-İsrail məsələlərində biz İsraili müdafiə edirik, çünki Fələstin Ermənistanı dəstəkləyir. Bax, belə bir şayiə yayıblar. O bir söz var, deyir, bir dəli quyuya bir daş atdı, 40 ağırlı onu çıxarda bilmədi. Şimdi bir dənə dəli belə bir şayiə yayıb. İndi yüzlərlə, minlərlə bəlkə arqumentlər gətirilir, faktlar qoyulur ortaya, təhdidlər gəlir və s. Olmayan, fakt hesab olunmayan bir şeyi Azərbaycan cəmiyyətinin düşüncəsindən çıxartmaq olmur. Burada bəziləri bu məsələni elə böyük yalan formasında təqdim ediblər ki, və illərdir İsrail xalqının Azərbaycan xalqı ilə dost qardaş olduğunu bu qədər deməli, yüksək səviyyədə təbliğatını aparıblar. Ona görə də Fələstinlə dediyim kimi Azərbaycan xalqının arasında böyük bir uçurum yaradılır. Bu barədə mən dəfələrlə deməli danışmışam, yazılarım olub bu barədə, hətta bir neçə geniş məqalə deməli bu istiqamətdə dərc etdirmişəm. Bizim bu izləyicilərimiz yenidirlər, ona görə də deməli bu sualı verdikləri üçün mən bir daha bu mövzuya toxunmaq istəyirəm. Əzizlər, dediyim kimi siz zəhmət olmasa səslə və görüntü ilə bağlı mənə bir şeylər deyin. Mən narahat olmağa başladım. Biz ümumiyyətlə canlıcıyıq ya canlıda deyilik. Çünki burada canlıda olan izləyicilərin sayında da bir dəyişikliyi mən görmürəm və izləyicilər tərəfindən heç bir reaksiya da hiss olunmur. Əgər mən səsimi eşidirsiniz, səsim normaldırsa, görüntü normaldırsa, izləyicilərdən xahiş edirəm bir bilgi versin, məni bilgiləndirsinlər. Təşəkkür edirəm. Səs və görüntü normaldır. O zaman problem mənim kompüterimdadır. Allah kömək olsun. Bəli, Fələstin məsələsinə gəldikdə, konkret, bu barədə çox uzun-uzadı danışmağa gərək yoxdur. Sual konkret bundan ibarətdir ki, həqiqətən Fələstin, Fələstinlilər və yaxud Fələstinlilər Azərbaycana, Ermənistana dəstək veriblər ya verməyiblər. Təbii ki, söhbət 1-ci Qarabağ savaşından söhbət edir. Bunun üçün deməli bir çox demək olar ki, bir neçə kadr təqdim edirlər. Güya Fələstinin keçmiş liderlərindən olan Yasir Ərəfat güya orada erməni xalqı ilə Fələstin xalqının dost olması ilə bağlı müəyyən fikirlər səsləndirir ərəb dilində. Mən o kadrları deməli bir müddətə izləmişəm. Bəzilərində ümumiyyətlə orada nə danışıldığı məlum deyil, sadəcə af yazı gedir. Bəzilərində də tam fərqli şeylər danışılır. İndi mənə sual anidən olduğu üçün mən təəssüflər ki, o kadrları təqdim edib, yəni onun orada nə deyildiyini söz sizə çatdıra bilmirəm, amma əminliklə deyirəm ki, orada elə bir söhbət yoxdur. Yəni, Fələstin lideri Yasir Ərəfat desin ki, deməli, ermənilər bizim dostumuzdur və s. belə bir şey yox. Əvvəla bir xüsusi qeydi mən diqqətlə çatdırmaq istəyirəm ki, biz bilirik 91-ci ilə qədər Azərbaycan da Sovetlər Birliyinin tərkibində olur və Azərbaycan özünün xarici siyasəti yürüdə bilmir. Azərbaycan zaten müstəqil dövlət olmayıb. Yəni Azərbaycan bunlar hamısı Moskvanın tərkibində
deməli, ölkələr olublar, Moskvaya tabe ölkələr olublar və bütün xarici deməli bu 15 dənə müttəfiq ölkənin xarici siyasəti Moskva təyin edib və Moskvanın görüşü ilə bu siyasət təyin olunub. Həmən dövrdə də deməli söhbət buradan 48-ci ildə 1948-ci ildəki İsrail dövləti BMT tərəfindən təsdiq olundu. Ondan sonra mayın 14-ü səhv etmirəmsə, yer gəlmişsən sabah bunların saxta müstəqilliyinin il dönümüdür. Və həmən dövrdən sonra orada ikinci bir qərarla da Fələstin dövləti yaradılmalı idi. Bugünə qədər hələ də o Fələstin dövlətinin yaradılması ilə bağlı qərar reallaşmır. Ondan sonra demək olar ki, İsrail-Ərəb ölkələri arasında bir toqquşmalar baş verdi. 67-ci ildə, sonraki illərdə, ondan əvvəl deməli müəyyən toqquşmalar baş verdi və demək olar ki, Ərəb ölkələrində və region ölkələrində Fələstin-İsrail məsələsində demək olar ki, münasibətlər başladı hassalanmağa. Daha doğrusu Ərəb ölkələri və region ölkələri Fələstin-İsrail məsələsində parçalandılar, iki hissəyə bölündülər. O dövrdə dediyim kimi Moskva, bütün bu 15 müttəfiq ölkənin lokomotivi Moskva hesab olunurdu və Moskva da bu məsələdə əsasən Fələstini dəstəkləyirdi və o dövrdə yəni Yasir Ərafatın deməli bu Moskva ilə əlaqələri, Moskvadan müəyyən dəstəklər alınması və s. Bax, belə bir mövzu ortada var idi. Yəni, demək istəyirəm ki, Yasir Ərafatla Ərafatın deməli, Moskva üzərindən onun da qarşılığında çünki Ermənistan da Azərbaycanın tərkibində idi. Azərbaycan da, düz istəyirəm, Ermənistan da Moskvanın, Rusiyanın tərkibində idi, SSR-nin daha doğrusu. Azərbaycan da SSR-nin tərkibində idi. Həmən illərdə, hansı ki, həmən illərdə Fələstin-İsrail münaqişəsi deməli, siyasətin pik nöqtəsinə gəlib çatmışdı. Həmən dövrlərdə, həmən illərdə Fələstin deməli, rəhbərliyi Ermənistanı ayrı bir dövlət kimi, Azərbaycanı ayrı bir dövlət kimi və s. Formada dəyərləndirmirdi. Burada Ermənistan, Rusiya, Moskvanın, daha doğrusu Sovetlər Birliyinin tərkibində olduğu üçün Sovetlər Birliyinə münasibət mövzudur. Yəni, Fələstinin münasibəti Sovetlər Birliyinə idi, nəinki Ermənistana. Bu, 91-ci ilə qədər olan söhbətdir. 91-ci il, səhv etmirəmsə, avqust ya iyul ayları, indi mən bunu dəqiq dediyim kimi sual ani olduğu üçün mən bunu tarixləri dəqiq yadımda deyil, amma onu dəqiq bilirəm ki, Ermənistanda müstəqillik bizdən öncə baş verir. O dövrə qədər olan bir deməli, qiymətləndirmə ayrıdır. Ondan sonraki dövrlərdə qiymətləndirmə ayrıdır. Yəni, dövlətlərarası münasibətlərin qiymətləndirilməsi olurdu. Çünki 91-ci ilin oktyabr ayına qədər Azərbaycan SSR-nin tərkibində idi və Azərbaycanın xarici siyasət kursunu Moskva təyin edirdi. Azərbaycan özü zaten bu işi görə bilməzdi. Ona görə də biz Fələstin-Azərbaycan, Fələstin-Ermənistan münasibətlərini biz qiymətləndirəndə, dəyərləndirəndə bu tarixi ayrımı dəqiqləşdirməliyik. Yəni, bir daha təkrar edirəm, 91-ci ilə qədər olan dövr və 91-ci ildən sonraki dövr. Bizi əsasən maraqlandırmalıdır 91-ci ildən sonraki dövr. Düzdür, 88-ci ildən, daha doğrusu 87-ci ildən sonra artıq Qarabağda müəyyən problemlər başlamışdı. Ermənilərin müəyyən ərazi iddiaları ilə bağlı artıq müəyyən proseslər gedirdi. Amma bunlar hələ də xarici deməli müstəvidə bir SSR-nin tərkibində baş verən bir proses kimi təqdim olunurdu. Burada hələ ayrılıq, bu dövləti mən dəstəkləyirəm, o dövləti dəstəkləyirəm, belə bir şey yox. Əlqərəz bu mövzu ilə bağlı
son cümləm ki, daha doğrusu bu mövzu ilə bağlı birinci faktə əsaslanaraq demək istədiyim son cümlə bundan ibarətdir ki, 91-ci ildən sonra Fələstinlilərin deməli erməniləri dəstəkləməsi ilə bağlı bir fakt belə yoxdur. O dövrə qədər də bir fakt yoxdur. Sadəcə o dövrə qədər Fələstinin ümumi Yasir Ərafatın ümumi Sovetlər Birliyinə münasibəti dəyərləndirilirdi. Burada bir xoş münasibət vardı. O xoş münasibət ermənilərə qarşı deyildi. O xoş münasibət Moskvaya qarşı idi. Çünki məsələn Fələstinli əsgərlərin, hərbiçilərin Moskvada təlim keçirilməsi, onlara müəyyən dəstəklərin verilməsi və s. bunlar hamısı tarixdən mövcuddur. Biz bunları ümumiyyətlə dana bilmərik. Bunun qarşılığında da Fələstin muxtariyyəti Yasir Ərafat və onun rəhbərliyində dayananların Moskvaya olan bir münasibəti vardı. Bunu biz xüsusi ayırmalıyıq. Digər tərəfdən biz indi zaman baxımından böldük və ikinci zamanı götürəndə, yəni 91-ci ildən sonraki dövrləri götürəndə dediyim kimi bir nəfər bir dənə fakt tapıb təqdim edə bilməz ki, Fələstin xalqı, Fələstinlilər bunlar hamısı deməli ermənilərin tərəfindədir. Əvvəla cəmiyyət, Azərbaycan cəmiyyətində xüsusi bir bu barədə bir cəhalət var, yəni məsələni bilməməzliyi var. Məsələnin bilməməzliyi də ondan ibarətdir ki, Fələstinin özündə də deməli orada bir parçalanma gedir. Orada fəth var, Fələstin Azadlıq Təşkilatı ki, bunun başında dururdu Yasir Ərafat, indi də durur Mahmud Abbas. Bu fəth təşkilatı bunlar İsraillə əməkdaşlıq edirlər, işğalçı İsrail rejimi ilə bunlar eyni cəbhədədirlər, əməkdaşlıq edirlər. Bunların heç bir problemi yoxdur. Amerika da bunları dəstəkləyir. Yasir Ərafat rəhbərlik elədiyi bir qolu deyirik. İkincisi Həmas var. Həmas artıq bu Qəzza bölgəsindədir. Çünki orada coğrafi olaraq ora bölünüb. Bir tərəfində deməli Fəth və Mahmud Abbas oran görürsünüz. Fələstin prezidenti kimi də Mahmud Abbas təqdim olunur. Deməli Fələstinlə əslində deməli İsrailin arasında bu Fəth təşkilatı ilə İsrailin arasında hər hansı bir ciddi bir demək olar ki bir şey yoxdur. Bunlar müəyyən halda razılaşırlar. Hətta biz medianı izləyənlər görürlər ki Fəthin, yəni indi Mahmud Abbasın və əvvəl Yasir Ərafatın rəhbərlik etdiyi deməli o hissə, deməli hissə onların İsraillə yaxın münasibət olmaları və hətta Həmasın əleyhinə müəyyən bəyanatların səsləndirilməsi. Mahmud Abbasın özünün açıq şəkildə bəyanatı vardı. 7 oktyabr 23-cü il tarixindəki o məlum hadisə ilə bağlı sərt şəkildə Həması deməli lənətləyirdi, Həmasa qarşı çıxırdı və İslam dünyasında əslində Yasir Ərafat və Mahmud Abbas, onun davamçısı Mahmud Abbas, bunlar deməli elə də müsbət qarşılanmırlar və bunlar demək olar ki, Amerika ilə və İsraillə əməkdaşlıq etdiklərinə görə hətta qınanırlar. Burada deməli Fələstin məsələsini biz ortaya gətirəndə bu detalları da nəzərə almalıyıq. Orada işğalçı İsrail rejiminin problemi Həmaslandır. Ki, hansı ki onun siyasi lideri deməli Həniyə idi, İsmail Həniyə idi. 2 il bundan əvvəl o şəhid oldu. Sinvar idi və s. Onlar şəhid oldular, şəhid edildilər işğalçı İsrail rejimi tərəfindən. Bu məsələ, deməli, bu mövzuda diqqətə çatdırılmalıdır. Fələstin mövzunun üstündə digər bir məsələ. Əzizlər, baxın, biz deyirik ki, Fələstin ermənilərin yanında olur Fələstinlər. Bu, onu da qeyd edeyim ki, biz faktlar təqdim etmişik. Fələstinli gənclərin Azərbaycanda, Azərbaycan tərəfindən ermənilərə qarşı savaşmaları, şəhid edilməsi, hətta Azərbaycanda, Bakıda və müxtəlif yerlərdə o Fələstinlərin, şəhid Fələstinlərin məzarları da var. Bunlar faktdır. Düzdür, bir dənə adını unuttum, neydi o,
Yahudi əsilli bir dənə güya şəhid olub filan, onu bayraq eləyiblər, Yahudilər Azərbaycana qoşdular filan filan. Abramov idi, nə idi onun soyadı? Bu şeydə, yorum hissəsində, çat bölməsində onu yazsınlar. Elə onunla bağlı da deməli, məsələ tam dəqiq deyil. Ümumiyyətlə, o şəhidin güya Yahudi əsilli bir şəxsin Azərbaycan tərəfindən döyüşərək ermənilərə qarşı həlak olduğunu, daha doğrusu belə deyək, həlak olduğunu cəmaatın gözünə soxurlar və onun üzərində propagandalar qururlar. O hadisənin də reallığı şübhələrlə doludur. Ümumiyyətlə, o adamın cəbhə bölgəsində döyüşməsi və bir çox mən faktlara rast gəldim. O adam gəlib, məsələn, bir neçə gün gəlib döyüş bölgəsində bir neçə gün gəlib olub və ondan sonra da o yoxa çıxır. Yəni o necə şəhid olub, kimin yanında, daha doğrusu kimin yanında həlak olub, hansı prosesdə və s. bununla bağlı məsələlər xeyli şübhəlidir. Yəni bu əslində işğalçı İsrail rejiminin Azərbaycan xalqının başına corab tökülmək üçün ortaya atdığı bir propagandadır. Biz bunu Albert, təşəkkür edirəm, Albert. Biz bunu bu cür qiymətləndirdik və bunun üçün də faktlar var. Təbii ki, zaman gələcək bu işğalçı və qəsbkar Əliyev rejimi Azərbaycandan rədd olacaq və bütün arxivlər ortaya qoyulacaq və kimin həqiqi şəhid olması, kimin yalancı deməli şəhid adı ilə cəmiyyətə sırınması, onların hər biri ortaya atılacaq. Bu mövzuda mənim çox uzandı. Bu mövzuda mənim demək istədiyim sonuncu məsələ bundan ibarətdir ki, hər bir insan öz ağlına müraciət eləsə, bu mövzular onun üçün açıq aydın olar. Çünki biraz da mütaliə lazımdır. Fələstinin ümumiyyətlə baxın vəziyyətinə. Fələstin deməli müstəqil dövlət deyil. Fələstin İsrailin tərkibində muxtariyyətə sahibdir. Özünün ordusu yoxdur, özünün valyutası yoxdur, özünün məsələn başqa bir dövlət kimi suveren hüquqları yoxdur və s. Əgər bu muxtariyyətdirsə sonra özünün suveren hüquqlarına sahib deyilsə, biz necə təyin edə bilərik, necə deyə bilərik ki, bu Fələstin Ermənistanı müdafiə elədi, Ermənistanın yanında. Əslində bu biraz ya bu fikirləri səsləndirənlər ya özləri o qədər cahildilər, o qədər nadandılar, mövzunu anlaya bilmirlər, ya da ki, cəmiyyəti Azərbaycan xalqını nadan, cahil, axmaq yerinə qoyurlar ki, ağızlarına gələni danışırlar. Deyirlər ki, elə bunu elə insanlar qəbul eləyəcək, Azərbaycan xalqını biz allada biləcəyik. Amma gəlin normal şəkildə biz düşünək ki, baxın adında, Fələstin özü muxtar dövlət deyil. Fələstin muxtariyyəti üçün, müstəqilliyi üçün illərdir mücadilə aparır. Bunu da fəth eləmir, bunu da Həmas aparır. Yəni, Qəzza bölməsi aparır. Fəth tərəfi və ki, onun başında durur indi Mahmud Abbas, onlar İsraillə ağız-ağıza öpüşürlər. Onlar üçün biz ümumi Fələstin deyəndə hamısı deməli, onlarla, İsraillə, işğalçı rejimlə düşmən mövqeyində deyil. Bunları ayrı etməliyik. Məntiq bundan ibarətdir. Bir toplum ki, əgər özü müstəqil deyilsə və bir toplum deməli, özünün ordusu yoxdursa, özünün suveren hüququ yoxdursa, bu necə başqa bir ölkəyə, başqa bir dövlətə deməli, yardım edəcək? Digər tərəfdən, əzizlər, biz görürük və bilirik ki, bu Həmas, Fələstinlilər, Qəzzalılar, işğalçı İsrail rejiminə uzun illər sapan daşı ilə mübarizə aparıblar. Sözləri ilə, ondan sonra əyaq-yalın, çörəksiz, ac, yalavaz mübarizə aparıblar. Axı deyir, bizim deyir, o şeyin, yalavazın nəyi varsa ki, başqasına da belə dursun, nəsə versin. Fələstinin nəyi varsa, Fələstin yaxşı, Ermənistana Fələstin dəstək verir. Hansı dəstək verir? Baxın, sual budur, nə dəstək verir? İki dənə hal var da burada, ya maddi humanitar dəstəkdən söhbət edir, ya da ki, siyasi dəstəkdən söhbət edir. Maddi humanitar dəstək verə bilməz. Çünki özləri o vəziyyətdə deyil ki, dursun, özü çörək tapa bilmir. Öz Qəzzalıların vəziyyətinə baxın. Hələ indinin vəziyyəti deyil ki bu. Dediyim kimi, 48-ci ildən bu tərəfə
Xüsusən demək 67-ci ildən sonraki dövrlərdə bu vəziyyət daha acınacaqlı bir hal alır. O illərdən Fələstinlərin, Qəzzalıların vəziyyəti ortadadır. Özü də bunları da iki yerə bölən məhz Amerika oldu da. Amerika bunları anlattı. Dedi ki, siz gəlin bölünün, bunları xətlə Həmasa da bir müddət bunlar eyni cəbhədə savaşdılar və bir müddətdən sonra yəni bunları Amerikanın hiləsi ilə bunlar bölündülər iki hissəyə və iki hissəyə bölünəndən sonra indi beynəlxalq tribunalarda Fələstin adından fəth çıxış edir. Nəinki Həmas. Hansı ki o dəstənin başında Yasir Ərəfat dururdu, hansı ki o Yasir Ərəfat şeytanın özüydü, hansı ki o Yasir Ərəfat Allah ona lənət eləsin, Amerika ilə müəyyən işbirliyinə gedirdi və Fələstinin bugünə gəlib düşməyində ilə əsas səbəbkarlarından biri Yasir Ərəfat. Yəni, bu mövzulara bu cür münasibət göstərmək açıq şəkildə bu savadsızlığın bir göstəricisidir. Bu qədər, yəni daha çox mən bu barədə danışmaq istəmirəm. Qayıdırıq biz öz mövzumuza. Əziz izləyicilər, bir daha zəhmət olmasa bəyənmələri artırın və yorum yazın. İstənilən adam sual göndərə bilər, mövqeyi bildirə bilər və paylaşımlar edin, yorum yazın, canlını da paylaşın, daha çox insanın qarşısına çıxsın və eyni zamanda Cavid Cabbarlı YouTube səhifəsinə, YouTube kanalına əgər abunə olmamışsınızsa, abunə olmağı da unutmayın və bəyənmə işarəsində sadəcə bir dəfə. Biz saatlarla vaxt sərf edirik, bu mövzuları araşdırırıq, faktlarla ortaya qoyuruq, sizə təqdim edirik, sizin işinizi xeyli yüngülləşdirdik, belə deyək. Və sizdən də bir deməli, xahişimiz bundan ibarətdir ki, siz də bizim bu əməyimizin qarşılığında, əlbəttə biz bu işləri gördük Allaha xatir və mükafatını da Allahdan istəyirik. Amma heç olmasa bir şükranlıq amacı ilə, məqsədi ilə sizdən də bir bəyənmə istəyirik, sizdən də bir deməli, paylaşım istəyirik və yaxud da kanala abunə olmağı istəyirik. Və mən sizə təşəkkür edirəm Məcnun xanım. Çox sağ olun suala görə. Bəli, biz dönürük Trump'ın Pekin səfərinə. Trump məlumdur ki, artıq bugün Pekindədir. 2 gün orada səfərdə olacaq. Mən Trump'ın Pekin səfərinə deməli, izah haqqında danışacağım. Amma burada diqqətimi bir mövzu, bir daha doğrusu xəbər çəkdi. Bu xəbər birbaşa İran ABŞ arasında, daha doğrusu Epstein koalisiyası, bugün Epstein koalisiyası sözünü işlətməmişik və izləyicilər bizdən incəyir ki, bu sözü unutmuşuq. Əslində unutmamışıq. Elə əlbəttə ki, bu Epstein koalisiyası ilə İran arasında gedən savaşdır, bu haqla batıl arasında gedən savaşdır və İslam inqilabının ali dini lideri, ali rəhbəri Allah izzətini daha da artır etsin, izzətli, əzəmətli və hikmətli rəhbər Ayətullah Seyyid Müstəba Xamneyi cənablarının bir deməli mövqeyi yayımlanır. Mən istəyirəm onu diqqətinizə çatdıram və Çin səfəri barəsində danışaq. Deməli, şərtlərini ali rəhbər ABŞ-la sazişin şərtlərini ifa eləyib, yəni ortaya bir daha xatırladı. Bilirsiniz ki, 8 aprel tarixindən sonra İran-ABŞ arasında 11 aprel tarixində bir yarımçıq görüş keçirildi. Ondan sonra ABŞ var gücü ilə çalışır ki, İranı deməli, masaya çəksin, İranla danışıqlara başlasın, müzakirələr aparsın. İran tərəfi də elə həmən gündən mövqeyini sərt şəkildə ortaya qoyur. Bu mövqeyində də qətiyyətlidir. Düzdür, biz hər gün bir neçə dənə ziddiyyətli fikirlər Trump tərəfindən eşidirik. İran haqqında, İranla bağlı həqiqətə uyğun olmayan məlumatlar tirajlayır, həqiqətə uyğun olmayan xəbərlər yayır və artıq Trump'ın bu məlumatları
e, ABŞ-da da ciddi narazılıqlar və narahatlıqlar yaradır və biz bugün görəndə biraz vaxt taparsa, əgər vaxtımız olarsa, yorğunluq olmazsa, biz ABŞ-dakı vəziyyətlə bağlı bəzi xəbərlərdə diqqətli çatdırarıq və əsas məsələ odur ki, ABŞ-da vəziyyət ürəkaçan deyil, Trump administrasiyası üçün bizim üçün xoşdur, amma Trump administrasiyası üçün vəziyyət ürəkaçan deyil. Artıq ABŞ cəmiyyəti də Trump'ın bu cür yalan və ikiyüzlü məlumatlarını, siyasətindən beziblər. Bunlara baxmayaraq İran əvvəlki gündən, xüsusən 8 aprel tarixindən sonra nizamlı və qətiyyətli bir siyasət sərgiləyir, ortaya qoyur. Bu günlər yenə də deməli ali dini liderin bu şərtləri xatırlatması, gündəmə gətirilməsi həm də Çin görüşü ilə bağlı, Pekin səfəri ilə bağlı ola bilər. Əvvəlcə mən istəyirəm bu şərtləri bir daha izləyicilərin diqqətini çatdırım. Deməli, bu şərtlər nələrdən ibarətdir? Əl Cəzirənin məlumatına görə İslam İnqilabının rəhbəri Seyyid Mustafa Xamneyi cənabları nüvə məsələsi ilə danışıqlar başlamazdan əvvəl yerinə yetirilməli olan 5 şərti danışıqlarda iştirakçılara təqdim edir. Əslində bilirsiniz ki, deməli, Trump son vaxtlar ancaq əsasən kökləndiyi məsələ İranın nüvəyə sahib olmadığı ilə bağlı səsləndirdiyi fikirlərdir. Burada bir anormallıq var. Yəni İran dəfələrlə bəyan edir, öz mövqeyini qoyur və hətta şəhid imamımızın bu barədə konkret fətvası var və nüvə silahına sahib olmağın haramlığı ilə bağlı fətva var. O fətvanın əksi olana qədər, yəni o yeni fətva ortaya çıxana qədər həmən fətva qüvvədədir. Heç kim o fətvanın əleyhinə bir addım ata bilməz. Yeni fətvada yoxdur. İran rəsmiləri bu barədə dəfələrlə açıqlama veriblər ən yüksək deməli tribunadan. Amma ABŞ elə xüsusən Trump administrasiyası bir çox tutduğundan buraxmaz məntiqi ilə çöz tatı, vur tatı eləyir ki, hökman deməli biz İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Əslində İranın axı nüvə silahına sahib olmaq üçün bir iddiası da yoxdur. İran uranın zənginləşdirilməsini deyir, 450 kiloqrama yaxın uranın zənginləşdirmə prosesini həyata keçirir. Bunu da gizlətmir, bunu da ortaya qoyur, deyir və bunu da bu zənginləşdirməni də sadəcə deməli sivil proseslərdə, xüsusən 90 milyonluq İranın elektrik enerjisi və digər enerjilərin deməli enerjilərin alternativ olaraq təqdim edir, ortaya qoyur. Bu da onların hüququdur, onların təbii özəl haqlarıdır. Heç kim onlara deməli gəlib tələb qoya bilməz ki, sən deməli öz ölkəndə alternativ enerji ehtiyatları ilə bağlı müəyyən proseslər həyata keçirə bilməzsən. Bu hegemoniyadır, bu imperializmdir. Və İran da demək olar ki, bu hegemoniyanın, müstəmləkəçiliyin, imperializmin qarşısında sədaqətlə, dəyanətlə, cəsarətlə duran bir ölkədir və eyni zamanda bu günlər baş verən hadisələr bu tarixdə böyük və qırmızı qızıl hərflərlə yazılan bir hadisələrdir ki, İran xalqı cəsarətlə və fədakarlıqla imperializmini dizə çökdürdü və müstəmləkəçiliyin qarşısını aldı və dünya üçün yeni bir düzen formalaşdırdı və belə də yazılacaq. Nəhayət, ABŞ-ın tərəfindən, ABŞ və xüsusən Trump tərəfindən səslənən bu gülünc və məntiqsiz çağırışlar, çünki ABŞ-ın artıq İran üzərində qələbə kimi göstərdiyi başqa bir variant yoxdur. Məsələn, biz gördük 28 fevral tarixindən
İrana qarşı olunan hücum, müharibə aparıldı və dəyəri milyardlarla hesablanan bir müharibə aparıldı. Mən bir neçə gün əvvəl deməli ABŞ-a bu müharibənin neçəyə başa gəlməsi ilə bağlı bəzi rəqəmlər səsləndirmişdim. İndi ABŞ cəmiyyətində bir hesabatlılıq var, bir sorğulama var ki, sən əgər nəyəsə nail olmayacaqdınsa, niyə görə sən deməli İrana qarşı müharibə elan elədin? Biz bunun adını əməliyyat qoyurlar. Hər harda niyə görə sən hücum etdin? Bu suala cavab olaraq deməli daxili auditoriyanı nəzərə alıb Trump administrasiyası bəhanə gətirir ki, bəs deməli İran dünya üçün təhlükəlidir, bu nüvə silahı yaradacaqdır, mən nüvə silahının yaratılmasının qarşısını aldım. Baxın, məntiqsizlik, dəlillik, axmaqlığın bundan böyüyü ola bilməz. Dəlillik, axmaqlıq bundan ibarətdir. Görürsünüz ki, İran deyir, mən nüvə silahı əldə etmək üçün çalışmıram və bunun məqsədim yoxdur. Trump ise deyir ki, yox, əvvəl özü üçün. Ümumiyyətlə, bu İslam düşmənləri bunun digər bir sahələrdə də bu mövzunu deməli danışa bilərik, əsas gətirə bilərik. Əslində, Əhl-i-Beyt məktəbinə qarşı da belədir. Məsələn, biri durur, Əhl-i-Beyti tənqid etmək istəyir, İslamı tənqid etmək istəyir. İslamın qəbul etmədiyi bir mövzunu qoyur ortaya və onu yapışdırır İslama, Əhl-i-Beyt məktəbinə, ki, Əhl-i-Beyt məktəbində bu belədir. Sonra başlayır onu tənqid etməyə. Soruşan yoxdur ki, axmaq. Əhl-i-Beyt məktəbi özü bu məsələni qəbul eləmir, özü buna prosesdir, müxalifdir. Sən necə bunu əsasən gətirib İslamı və Əhl-i-Beyt məktəbini tənqid edirsən? İndi axmaq Trumpa dünya deməlidir ki, ay sarıbaş, axı, bəzi sözlər var ki, onun haqqında deyilir, mən istəmirəm deyəm. Elə məlumdur da, Epstein koalisiyası ilə bağlı deməli olan bir adamın haqqında ən yaxşısı elə Epstein koalisiyası demək, bütün o mənaları, bütün demək istədiklərimiz sözləri hamısı özündə ehtiva edir. Axı, İran heç bir yerdə bir dənə fakt göstərir ki, İran haradasa nüvə silahına sahiblənməyi bir hədəf kimi seçir. İran bunu qəbul eləmir, bunu seçməyib, bunu hədəfləndirməyib, hədəf kimi qarşısına qoymayıb. Sən İran istəmədiyi bir şey gətirib ona yapışdırırsan və sonra başlayırsan və onun qarşısını sən aldın deyə bir dənə mövzu atırsan və həm dünyaya, həm ABŞ ictimaiyyətinə təqdim etməyə çalışırsan ki, güya sən İranın təhlükə riskini azaltmısan, İranın deməli nüvə silahına sahib olmağının qarşısını sən almışsan. Yalansa Allah sənin boynunu qırsın. Əgərəz ABŞ deməli İranla Epstein koalisiyasının danışıqların davam etməsi ilə bağlı, çünki biz 11 aprel tarixində yarımsız danışıq oldu, sonra 22 aprel tarixində deməli hətta ABŞ nümayəndə heyəti İslamabada uçdular. İran isə qəbul etmədi. Bu da bir beynəlxalq aləmdə ABŞ-ın növbəti siyasi biabırçılığı idi. Kör olsun həqiqəti görüb yazmayanlar və yaxud da batilə həqiqət onu geyindirən qələm əhliləri, media əhliləri, ekspertlər bu cür yəni ABŞ rüsvayçılığını əslində danışmalıydılar, yazmalıydılar. Çox təəssüflər olsun ki, bu Epstein koalisiyasının elementləri bu biabırçılıq haqqında heç nə danışmadılar. Əslində yenə də əksinə yenə də ABŞ-ın deməli maddi imkanlarından ötəri və belə deyək də hərbi güclü və sair bu mövzuları gündəmə gətirdilər. Əlqərəz hələ də ABŞ və Trump İran rəsmiləri ilə görüşə bilmir. Bu böyük ABŞ-ın böyük biabırçılığıdır. Əsas şərtlər var. Əlbəttə ki, bu görüş bir mənalı imtina edilmiş görüşdən. İran rəsmiləri və xüsusən ali məqamlı rəhbər onun adından yayılan məlumatda görüşmək şərtlərini bir daha deməli güncəlləyir, yeniləyir. Onlar nədən ibarətdir? Mən onları oxuyuram.
Regionda o cümlədən Livan və Qəzzada bütün cəbhələrdə müharibənin dayandırılması, biz bunu əvvəl dəfələrlə oxumuşuq, yenə də təkrar edirik və İranın mövqeyi bundan ibarətdir. İranın mövqeyi açıq, aydın dəqiqləşməlidir və insanların diqqətinə çatdırılmalıdır. İran deyir ki, əgər Livan da daxil olmaqla, Qəzza da daxil olmaqla ki, bir qədər əvvəl Qəzza haqqında danışdıq, deməli, Fələstin, Qəzza, Həmas tərəfi. Onlara da daxil olmaqla müharibə dayandırılmalıdır. Müharibə yəni təkcə İranla Epstein koalisiyası arasında gedən müharibədən söhbət getmir. Epstein koalisiyası, işğalçı İsrail rejimi və ABŞ Livana qarşı, Hizbullaha qarşı apardığı müharibəni, soyqırım müharibəsini dayandırmalıdır. Qəzzada törətdiyi cinayətləri, müharibəni dayandırmalıdır. Bu birinci şərt. Təkcə İranla deyil. Baxın, İranın deməli mövqeyi, İranın haqq dəfəsi olması, İranın Allah dəstəsi olmasını biz boş-boşuna demirik. Görürsünüz, ümumilikdə İslam dünyasına qarşı aparılan müharibələrin dayandırılmasını İran şərt qoyur. İran əgər deməli ancaq özün düşünmüş olsaydı, heç ancaq deyərdi də mənlə işin olmasın, get orada Qəzzada nə oyun çıxardırsan çıxar. Mənlə işin olmasın, get deməli Fələstində, Livanda nə edirsən, Yəməndə nə edirsən elə. Amma İran bunu demir. İran deyir ki, mən İslamın adından danışıramsa, Allahın qoşunu olduğumu iddia edirəmsə, mən bunu belə tələb eləyəcəm. Təkcə mənə görə yox. Livanda da, Qəzzada da, Yəməndə də hansı yerlərdə ki, əsasən Epstein koalisiyası müharibə aparır, müsəlmanları qətlə yetirir, böyük, kiçik, uşaq, qadın, qoca baxmadan hamısını qətlə yetirir, o yerlərin hamısında müharibə dayandırılacaq. İkinci şərt, İrana qarşı tətbiq edilmiş bütün iqtisadi sanksiyaların ləğvi. 79-cu ildən artıq 47 ildir ki, bütün Epstein koalisiyası deməli İrana qarşı müəyyən sanksiyalar həyata keçirdi. Və eyni zamanda həm İran dövləti olaraq deməli 500 milyard dollardan çox vəsait təkcə Qətərdə deməli dondurulub. İrana çatacaq bu aktivlərdir. Bu şərt əlbəttə ki, orada var. Ümumiyyətlə, İrana qarşı olan sanksiyaların dayandırılması və ləğv olunması tələb kimi qoyulur ortaya. Yeri gəlmişkən, bir qədər əvvəl mən Almaniyadan bir məlumat oxudum. Spiegel qəzeti Almaniyadan məlumat yaymışdı ki, deməli, artıq Almaniya, bəli, Almaniya İsraildən bir neçə siyasətçi haqqında sanksiya tələbi irəli sürür. Bu da belədir də, bir hədis var, Əleyhisselamdan səhv etmirəmsə, deyir ki, zülm elə bir günahdır ki, əgər kim zülm edərsə, zülmü dəstəkləyərsə, o hadisə onun başına gəlməyənə qədər ölməz. Yəni, hansı zülmləri edibsə, kimlərə necə zülm formasında işgəncələr veribsə, bu işgəncələrə məruz qalacaq, özü o işgəncələri yaşayacaq, sonra öləcək. İndi, bir zamanlar elə Almaniyada, Avropada, digər ölkələrdə bunlar toplanmışdılar, İrana qarşı sanksiyalar tətbiq edirdilər. İndi biz gördük ki, deməli, Almaniya, İsrail rəhbərliyi ilə qarşı, İsrailə qarşı sanksiyalar tələb edir. Hansı ki, əslində Almaniya, bilirsiniz də, İsraili müdafiə edən ölkələrin sırasında ilk yerləri tutur. Hətta deməli, Yahudi dövləti kimi də Almaniya təqdim olunur. İsrailə qarşı münasibət. Bunlar heç müzakirə olunmur, bunlar məlumdur, hamısı ortadadır. Amma biz bugün görürük, məhz Almaniyada, başqa ölkələrdə, Avropa ölkələri çox güzel, başqa Avropa ölkələrində belə bir hadisə o qədər də diqqət çəkməz. Amma məhz Almaniyada belə bir tələbin, Yaşıllar Partiyası tərəfindən belə bir tələbin ortaya qoyulması həmən o mövzudur ki, bəli, zülm elə bir şeydir ki, onu zülm edirsənsə, onu dadmasan, dünyadan getməyəcəksən. Hər qərəz biz qayıdırıq mövzumuza, sanksiyaların ləğv edilməsi, xarici banklarda saxlanılan İranın bütün
dondurulmuş vəsaitlərinin azad edilməsi, bu da çox ciddi bir mövzudur. Bunun haqqında mən elə bir nümunəni Qətərlə bağlı dedim. Müharibə nəticəsində yaranmış zərər və itkilər üçün təzminat ödənilməsi öhdəlik götürülməlidir. Epstein koalisiyası Amerika, ABŞ deməli təqribən səhv etmirəmsə 250 ya 250 milyarda yaxın səhv etmirəmsə, əgər dediyim kimi bir neçə gün bundan əvvəl bu rəqəmlərə mən işarə eləmişdim. Səhv etmirəmsə 250 milyarda yaxın deməli İran bir açıqlama verir. ABŞ son 28 fevral tarixindən sonra deməli İran üzərində apardığı müharibədə İrana dəymiş ziyan qiymətləndirilir. Bu təkcə 28 fevraldan sonra maddi ziyanın dəyəridir. Yenə də əgər izləyicilər bu rəqəmi dəqiq bilirlərsə statistikasını yaza bilərlər. Amma mən səhv etmirəmsə 250 milyarda yaxın bir rəqəmdən söhbət gedir. Əlqərəz, deməli, müharibə nəticəsində yaranmış zərər və itkilərlə bağlı təzminatın ödənilməsi öhdəlik götürülməlidir. Hörmüz boğazında deməli İranın Hörmüz boğazı üzərində suveren hüququnun təminatı. Yəni bu suveren hüququ deməkdir ki, Hörmüz boğazında qərarları İran verir. Yəni suveren dövlət, suverenliyi əslində bax, yeri gəlmişəm bu ifadəni də mən tərcümə mənasını deyim, izah edeyim. Bəzən deyirik ki, Azərbaycan suveren dövlətdir və yaxud da filan suveren dövlətdir. Bayaqları istifadə etdik. Deməli, Fələstin suveren deyil. Çünki o muxtariyyətdir İsrailin tərkibində. Özü müstəqil qərarlar verən bir dövlət deyil. Amma suveren sözü müstəqil qərar vermə haqqına sahib olmaq. Suveren sözünün mənası təqribən bax belə bir məna kəsb edir. Ona görə bunu da deməli izləyicilərimizə diqqətini çatdırılır ki, suveren deyəndə nəyin nəzərdə tutulduğu anlaşılsın. Baxın, bu 5 dənə maddə, 5 dənə daha doğrusu şərt ortadadır. Tez-tez İran tərəfi bugün də ali məqamlı rəhbərin adından bu şərtlər təkrarlanır, ortaya atılır. İndi bir müqayisə edəcəyik. Müqayisə bundan ibarət. Gəlin, 28 fevral tarixinə qədər İran, ABŞ, Epstein koalisiyası arasında bu söz davası və yaxud da keçən ilki 12 günlük müharibə ərəfəsində olan söz davası, fikir, tələblər, bəyanatlar falan, onları götürək, bir də bunları götürək. 28 fevraldan sonraki dövrü götürək. Biz əslində görürük ki, 28 fevraldan sonra İranın İslam inqilabının tələbləri, şərtləri çox böyüyür, çox genişlənir, beynəlxalq bir səviyyəyə alır, beynəlxalq bir görkəm alır. Yəni, o vaxta qədər deməli, bunların arasında gedən məsələlər nə idi? Epstein koalisiyası deyildi, mən İranı vuraram, mən belə eləyirəm. İran da ancaq müdafiə xarakterli bəyanatlar səsləndirirdi. Sən vursan, mən də vuraram, filan. Yəni, bu formada bir diyalog ortada var idi. Yəni, müzakirələr bu formada gedir. Amma indi biz nə gördük? Biz indi gördük ki, İran deyir ki, sən mənlə bir masada oturmaq üçün gərək regionda təkcə mənlə yox, regionda başlatdığın bütün müharibələri sonlandırmalısan. Bunun tərcüməsi, bu tələbin tərcüməsi ondan ibarətdir ki, İran əslində Epstein koalisiyasının regionundan bir dəfəli rədd olmasını ortaya qoyur. Sən buradan bir rədd olacaqsın. Mənim aktivlərimi, dondurulmuş aktivlərimi deməli qaytaracaqsan. Hörmüzdə nəzarətin ələ keçirilməsi və Hörmüzdə suveren hüquqa məhz İrana aid olduğu tələbi ortaya qoyulur. Bunlar hamısı deməli biz götürəndə dəhşət bir tələblərdir, böyük tələblərdir və bunlar böyük uğurlardır. Heç bir zaman Şiənin, İslamın ağlına gələ bilməyən uğurlardır. Bugün İran xalqı, İslam inqilabı bu müvəffəqiyyətləri yaşadır Şiiyə. Əzizlər, unutmayın, bugün Şiiyə izzətin ən yüksək izzət tapdığı bir gündür. Məyus olmayın, fikirləşməyin ki, orada bizim şəhid imamımız əldən getdi. Bəli, bu nemətimiz əldən getdi. Böyük nemət idi şəhid imamımız. Elə bu
bu İsrailin, işğalçı İsrailin, Epstein koalisiyasının düz üstə gəlməsi və s. məsələlər bu şəhid imamımızın əl işləri idi. Onun zəhməti idi, onun səyi nəticəsində, onun bəsirəti, onun tədbiri, onun uzaqgörənliyi nəticəsində ortaya gəldi bunlar. Amma biz unutmamalıyıq ki, İslam bugün izzət tapdığı bir gündür. İslam, təsəvvür edin, dünyanın süper gücü hesab olunan tərəflər indi gəlirlər saxta bir deməli arqumentlər qoyurlar ortaya, saxta bir tələblər qoyurlar ortaya, özləri də uşaq kimi də bu belədir, sonra deyir, yox, mən bundan oynamıram. Amma İranın ortaya qoyduğu tələblərə baxın. İran deyir, sən mənlə, hələ nəyin ki, razılaşıb, qıraqdadır, hələ stol arxasında bir masada oturmaq istəyirsənsə mənlə, gəlib üz-üz mənlə oturmaq istəyirsənsə, sən hələ bu 5 dənə şərtə əməl eləməlisən. 5 dənə şərtə. Hələ bu 5 dənə şərtə əməl eləyəndən sonra hələ masada gəlib nələr istəyəcək İran, o ayrı bir mövzudur. Bir var, bu 5 dənə şərt müzakirə mövzuları deyil ha, izləyicilər, bunu, əziz izləyicilər, bunu anlayaq. İran İslam İnqilabının ortaya qoyduğu bu 5 dənə şərt Epstein koalisiyası ilə İran arasında müzakirə olunmayan şərtlərdir. Müzakirə olunmayan şərtlər. İran deyir ki, sən bu mövzuları məndən müzakirə edə bilməzsən. Əleyhisselam, yeni qoşulan izləyiciləri də əzizlər, mən salamlayıram. Düz istəyirəm, baş qarışır danışmağa. Çünki mən chat hissəsinə tez-tez baxmıram ki, danışanda fikirlər qarışmasın, bir-birini itirməsin. O mənada mən istəyirəm ki, demək istədiyim məsələləri deyim, fikirlərimin olduğu kimi çatdırım və çünki chat hissəsinə baxanda fikirlər qarışır. Ona görə hörmətsizlik kimi qəbul eləməyin, hər birinizi kəndi qəlbdən salamlayıram. Yeni qoşulan izləyiciləri də xüsusi salam və sayğılarımı bildirirəm və bəyənmələri, sadəcə bir dəfə bəyənmələri unutmayın inşallah. Bəli, İranın tələbi bax budur. İran deyir ki, sən bu 5 dənə şərtə əməl et, ondan sonra gəl mənlə oturması arxasında. Sən hələ o, necə deyirlər, o xidmətin yoxdur, o Rasluqon, üzr istəyirəm, bu Azərbaycan zamanın tam tərcüməsini tapa bilmədim. Ona görə də bizim elə izləyicilər ümid edirəm ki, bu ifadənin nə olduğunu başa düşürlər. Bu məsələ bu qədərdir. İndi gəlir kimlərsə deməli Epstein koalisiyasının üzvləri İran haqqında mənfi görünüş yaratmaqla xüsusən Azərbaycan deməli Azərbaycan izləyicisini çaşdırmaq üçün, Azərbaycan xalqını aldatmaq üçün İranı zəif və yox da ABŞ-ı super güc hesab eləməklə deyil. Hər şey ortadadır. Tələblərinə baxın, hər şey məlum olacaq. Bu məsələ belə, istədim ki, bunu da mən bölüşəm, çünki bu çox sevindirici bir məsələdir. Mən düşünürəm ki, deməli, bu artıq bu, deməli, İsrailin və Epstein koalisiyasının böyük həcmdə məğlubiyyətini göstərir. İnşallah mən müharibə başlayan vaxtdan əvvəlinci günlərində bu fikri səsləndirmişdim ki, İslam inqilabı addım-addım, qram-qram, yavaş-yavaş deməli, qalibiyyət zirvəsinə yaxınlaşır. Bütün o, deməli, o pislikləri hamısını fəth edir, aradan aparır daha doğrusu, bütün uğurları yavaş-yavaş hamısını əldə eləyə və sonda inşallah böyük həcmdə, böyük mənada qalibiyyətin zəfərini çalacaq. Bu da belə. Çin görüşünə toxunuruq, qaydırıq ona. Bəli, dediyimiz kimi artıq Trump Pekindədir. Onun orada müsbət yaxşı qarşılanmadığı, arzu olunan şəxs olmadığı məlum oldu. Çin məsələsində, daha doğrusu Trump-Çin görüşündə, Trump'ın Çin səfərində əsasən İran müstəvisində müzakirələr aparılır. Mən düşünürəm ki, bu görüşlə bağlı fikrimi səsləndirim. Mən düşünürəm ki, bu görüşün əsas mahiyyəti iqtisadi məsələlərdir.
Çünki artıq deməli ABŞ iqtisadi baxımdan xeyli tənəzzül eləyir, inflyasiya deməli artıq çox ciddi rəqəmlər var ortada. 2023-cü illə 2006-cı ilin müqayisəsində böyük inflyasiya göstəriciləri ortadadır, böyük rəqəmlər ortadadır. Və həm də eyni zamanda deməli ABŞ ağır sənayesi o qədər də olmadığına görə bu məsələlərdə bu deməli son dövrlər iqtisadi gedişatda Çinə xeyli dərəcədə böyük həcmdə uduzur. Mən düşünürəm ki, burada məsələnin əsas mahiyyəti, daha doğrusu bu görüşün əsas mahiyyəti, yəni pərdə arxa tərəfi iqtisadi məsələlər müzakirə olunacaq və eyni zamanda siyasi məsələyə yanaşanda da düzdür, bəziləri iddia edirlər ki, ABŞ, yəni Trump Çin müttəfiqliyi ilə bağlı məsələləri pozmaq üçün gedib ora. Bu o qədər də real iddia deyil və hər halda deməli Çin ABŞ-la rəqibdirlər və iqtisadi bazarları ələ keçirmək üçün yumşaq gücdən istifadə edərək Çin xeyli inkişaf edib. Demək olar ki, həm Ukrayna-Rusiya savaşı, həm İran-Epstein koalisiyası arasında məlum savaş, bunlar Çinin nüfuzunun artmasını xeyli göstərir və nüfuzun artmasına ciddi şəkildə səbəb olur. Buna görə də mən düşünmürəm ki, deməli, bu mövzularda, daha doğrusu Trump'ın bu səfərində Çin-İran müttəfiqliyinə, Çin-İran münasibətlərinin pisləşməsində müəyyən deməli nailiyyətlər əldə edə bilsin Trump. Burada bir dövlət maraqları var. Ola bilsin ki, Trump nələrsə söz verə bilər, nələrsə dəyişə bilər. Çinin İranın arxasından çəkilməsini, İrana dəstək verməməsini, əlbəttə ki, bu ifadələr mənə aid deyil, iddiaları mən səsləndirirəm və öz mövqeyimi də deyəcəm. Deməli, Çinin İrana dəstək verməməsinin qarşılığında müəyyən güzəştlərə gedə bilər ki, belə görsənir. Ola bilsin ki, Trump administrasiyası deməli, bu məsələdə İranla qurtulmaq üçün, İran rüsvayçılığından üzü sulu çıxmaq üçün ola bilsin ki, Çinlə müəyyən anlaşmalara getsin, müəyyən müqavilələrin əslində iqtisadi müqavilələrin bağlanıb-bağlanmayacağı və hər hansı bir sənədin imzalanacağı ilə bağlı hələ məlumatlar yoxdur. Biz onu da müşahidə eləyəcəyik. Ola bilsin ki, o qədər də əhəmiyyəti olmayan sənədlər imzalansın. Və bu da nəzəri cəhətdən mümkündür ki, Çin, İranın çünki açıq şəkildə Çin müdafiə edirdi. Yəni bu müdafiədən siyasi geri çəkilməsinin qarşılığında deməli, ABŞ-dan bəzi iqtisadi liqotlar əldə etsin, bəzi imtiyazlar əldə etsin. Bu da normaldır. Amma əsasən də bugün Epstein koalisiyasına aid olan ekspertlərin mövqeyi bundan ibarətdir. Bu məsələni bu cür şərhləməyə çalışırlar və İran-ABŞ müharibəsinin Çin görüşündən sonra başqa bir müstəviyə keçəcəyini və ABŞ-ın deməli qələbəsinin formalaşması ilə bağlı müəyyən propagandalar aparırlar. Bir şey unudurlar. Bunu böyük hərflərlə deyirəm. Bir şey unudurlar. Unutduqları şey ondan ibarətdir ki, İran əvvəla Çinə arxalanır, Çindən bütün dəstəyini Çindən alır, ABŞ-la müharibə aparır. İran bugün, yəni Çin, Rusiya, İran bir üçlüyü deməli, və yaxud da biz buna Şanxay əməkdaşlığı
təşkilatı da deyə bilərik. Bunlar deməli ortadadır mövqe baxımından. Qarşı tərəfdə də Epstein koalisiyası. Orada İsrail, ABŞ, Avropa ölkələri, bəziləri artıq son dövrlər burada bir müəyyən bir parçalanma baş verir. İngiltərə və s. məlum hadisələri bizlər təkrarlamırıq. Amma ümumi mənzərə bundan ibarətdir də. Yəni bir tərəf İran, Rusiya, Çin, bunlar ABŞ-ın regiondan yox olub getməsini, məğlub olmasını istəyirlər. Hər mənada, həm siyasi baxımdan, həm iqtisadi baxımdan. Qarşı tərəf isə bu tərəfin məğlubiyyətini istəyirlər. Burada Ukrayna-Rusiya savaşında da yəni mövqeylər buna görə ortaya qoyulur, dəyərləndirilir. Epstein koalisiyası ilə İran arasındakı müharibədə də mövqeylər buna görə dəyərləndirilir. Amma bir şey unudurlar ki, mən hesab edirəm ki, Epstein koalisiyasının bütün hallarda, bütün daha doğrusu pozisiyalarda unuttuğu və hesaba qatmadığı məsələ bundan ibarət. O da İran İslam İnqilabının, İran İslam Respublikasının güc mənbəyini hesaba qatmalıdır. Bunlar fikirləşirlər ki, İran İslam İnqilabı Çindən güc alır, Rusiyadan güc alır, başqa bir yerdən güc alır. Amma unudurlar ki, İran İslam İnqilabı gücü Allahdan alır, təqvadan alır, Qurandan alır, imandan alır, İslamdan alır, gücü oradan alır. Çin İranın müdafiə etsə də, arxasından çəkilsə də, onu meydanda yəni heç bir dəstək göstərməsə də ki, bunlar əslində bəzi iddialardır, xüsusən yeni texnologiyanın İrana verilməsi və hətta Starline'ın o layihənin İran tərəfindən ciddi şəkildə ziyan görməsi və s. mövzularda əslində Çinin dəstəyi mediada dolaşır, bu haqda məlumatlar tirajlanır. Amma hələ ki, yəni İran tərəfində də mən səhv etmirəmsə İran Xaricilər Nazirliyinin bir sözçüsü bugün səhər bir məlumat yaymışdır və Çinlə İran arasında müttəfiqliyini xatırlatmışdır. Çin-İran arasında müttəfiqlik münasibətləri var, belə bir fikir səsləndirilmişdir. Həm də ola bilsin bu fikir həm də deməli bir xatırlatma idi və yaxud da Çin dövlətinə bir mesaj idi ki, bizim müttəfiqliyimiz ABŞ Çin münasibətlərində və yaxud da Trumpın Pekin səfərində İran-Çin müttəfiqliyinə zərər gəlməməlidir mesajı kimi də biz bunu dəyərləndiririk. Əzizlər, bu məsələdə mən yenə də qeyd edirəm ki, əslində Epstein koalisiyası bu mövzularda, yəni İran münasibət məsələsində əsas unutduqları şey İranın güc mənbəyidir. Nə qədər ki, İranın güc mənbəyi hesaba qatılmayacaq, unudulacaq, bunların bütün daşları yan keçəcək, heç bir halda hədəfə dəyməyəcək və bunlar məğlubiyyətə addım-addım yaxınlaşacaqlar. Epstein koalisiyası və onun tərəfdarları. Mən hesab edirəm ki, bəli, İran dəfələrlə həm şəhid rəhbərin dilindən, həm sonra digər deməli, rəhbər şəxslərin adından, dilindən səsləndirilib ki, İranın əsas güc mənbəyi, İran xalqının güc mənbəyi Allahdan alır, Allaha olan təqvasından alır, Allaha olan bağlılığından alır, İslam qeyrətindən çıxış etməsindən alır. İn tənsurullah, yənsurukum və işləd təqvandır. Allah Quranı deyir ki, əgər siz Allaha kömək eləsiniz, Allah da sizə kömək edəcək və sizi addımlarınızı, qədəmlərinizi möhkəmləndirəcək. Bugün İranı möhkəm eləyən onların Allaha kömək etmələridir. İslam qeyrətini seçmələridir. Başqa şey deyil. Çin də dönsün İrana qarşı, Rusiya da dönsün İrana qarşı. Biz də ki, biz bunu 80-88-ci illərdə görmüşük axı. Bu yeni bir şey deyil, nümunələr var. 80-88-ci illərdə İraq üzərindən bütün dünya deməli İran üzərinə yürür. İran daşla 5 nəfərə bir dənə avtomatla gedirdi, bir dənə silahla gedirdilər savaşa. 5 nəfərə bir dənə silahları var.
10 nəfərə bir dənə məsələn qumbaraları var idi. Amma yenə də İranı xilas edən onun imanı idi, onun təqvası idi, Allaha bağlılığı idi. Bu mövzuda da çox əminliklə mən deyirəm, bəli, bugün kim Allaha yardım etsə, Allah ona dəstək olar, yardım edər, ondan sonra onu möhkəmlədər, ayəsinin əsas misdaqı, əsas görünüşü, nümunəsi biz ortada görürük və bu əlbəttə ki, İrandır. Əgər Allah bir qovm, bir tayfa, bir xalq haqqında mən sizə kömək edəcəm və sizi möhkəmləndirəcəm vədəsi veribsə, Çin kimdir, Rusiya kimdir, ABŞ kimdir, əxlaqsız Trump kimdir, siz Allahın qüdrətini çox həfife alırsınız. Allahın qüdrəti bütün qüdrətlərin üzərindədir. Allahın qüdrəti, əgər Allah istəsə, Allah ki, vədə verib, siz belə eləyin, mən də belə eləyim. Bitdi də. Cəsarətli, fədakar, imanlı İran xalqı Allah istəyəni, Allah deyəni eləyir. İndi növbə Allahın eləməsindədir. 47 il. Allah, sual ola bilər ki, niyə əvvəlki illərdə bu hadə olmurdu? Çünki o 47 ildə, arkada qoyduğumuz 47 ildə İslam inqilabının yetişdirdiyi insanlar, o xalq, Allah istəyəni edirdi. Rəhbərlər gəlirdi, şəhid rəhbərimiz nə qədər deməli rüşvətlə, nə qədər variantlardan istifadə olunurdu. Hamısı rəhbərin bir dənə sözü var idi. Siz heç bir halda biz sizə boyun əyməyəcəyik. İmam Xümeyni də rəhmət eləsin, bir dənə nöqtə qoymuşdu ki, Amerika bundan sonra heç qələt eləyə bilməz. Bitsin. Bax, onun üzərində İmam Xümeynin o sözü və Allahın zikr elədiyim, dediyim o ayəsini, bunlar İran xalqını güclü eləyən tərəflərdir. İran xalqı nə Çinin yeni texnologiyasına arxain olub yola çıxmır, nə onun vasitəsilə qələbə qazanmır. İran xalqının güc mənbəyi Allahdır və İran xalqının qələbəsinin, daha doğrusu İran xalqının qələbəsinin səbəbi də Allah'a olan bağlılığıdır. Əzizləyicilər, deməli, bu səfərdən də məqsəd ABŞ administrasiyası, Trump administrasiyasının, Epstein koalisiyasının düşünürəm ki, İranla bağlı müharibədə manipulyasiya edəcəklər. Bunlar indicə də çalışacaqlar ki, Trump'ın Çin səfərini İran müstəvisində təqdim etsinlər və Trump administrasiyasının qələbəsi kimi bunu göstərsinlər. Amma artıq qatar gedir. Heç mənası yoxdur. Heç bir halda Trump administrasiyasının, ABŞ-ın, Epstein koalisiyasının heç bir halda qələbəyə yaxınlaşmasını və yaxud da qələbə istiqamətində addımlaması mümkün deyil. Böyük həcmdə Epstein koalisiyası sürətlə eniş nöqtəsindədir, enişə yaxınlaşır və bütün bu çabalar da səsləndirdiyi fikirlər, çabalar, görüşlər və s. və ilaxır. Bunlar da hamısı bir son çabalardır. Boğulan saman çöpündən yapışar məsələsidir. Əsas məsələ ondan ibarət ki, Epstein koalisiyası boğulur, Epstein koalisiyasından dünyanın canı xilas olur. Bu belədir. İnşallah Allahın ordusu mütləq qalibdir. Bizim üzərimizə düşür ki, biz inşallah Allah ordusunun üzvlərindən birinə çevrilməliyik. Onun üçün də şəxsi işlərimizdə islahat aparmalıyıq, Allaha bağlılığımızı möhkəmləndirməliyik, Allahla rabitəmizi gücləndirməliyik, Əhl-i Beyti tanımaq, Əhl-i Beytə itaət, Allaha itaət, Peyğəmbərə itaət, rəhbərə itaət, bu mövzuları dərindən dərk edib, başa düşüb, düşməni də tanımağı buna əlavə edərək biz
konkret addımlar atmalıyıq və işlər görməliyik inşallah. Hər birə təşəkkür edirəm. Ümid edirəm bu gün də bizim canlımız faydalı oldu. İnşallah tezliklə İslam ordusunun qələbəsi ümidi ilə hər birə təşəkkür edirəm və sağ olasın. Sağ olun, Allah'a emanet.